Salam hörmətli müəllimlər, axşamınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Tərtib etmiş olduğum asan ibtidai icma cəmiyyətinə aid mövzu sınağından bir testin sizlərə izahını təqdim edirəm. Deməli, fərqli olanı seçin. A variantı. Cəmiyyətin ictimai və iqtisadi həyatında əsaslı dəyişikliklərə şərait yarandı. Bu ifadə Orta Tunc dövrünə aid bir ifadədir. Belə bir qeyd var. Məhsuldar qüvvələrin təsərrüfatın bütün sahələri ilə inkişafı ilə cəmiyyətin ictimai və iqtisadi həyatında əsaslı dəyişikliklərə şərait yarandı. Orta Tunc dövrünü xarakterizə edir. B variantı. Saxsı qab istehsalında yeni mərhələ açdı. Dulu çarxından geniş istifadə Orta Tunc dövründə məhsul istehsalını artırdı, əmək məhsuldarlığını yüksəltdi və saxsı qab istehsalında yeni mərhələ açdı. Bu da Orta Tunc dövrünə aid bir məsələ hesab olunur. C variantı. Qədim incəsənətin çiçəklənmə mərhələsi. Bu da qeyd olunur Orta Tunc dövrü ilə bağlı olan məsələ. D variantı. Sənətkarlıq peşəkar sahəyə çevrildi. Bəli, Orta Tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar sahəyə çevrilib. Sənətkarlıq məhsullarına tələbat artdığı üçün sənətkarlar başqa işlərdən uzaqlaşaraq diqqətini sadəcə öz sahələrinə, öz işlərinə yönəltdilər. Belə bir qeyd var, Orta Tunc dövrü ilə bağlı məsələ hesab olunur. Y variantı. Yaşayış məskənlərinin kiçik bulaqlara yaxın yerdə seçilməsi. Bu isə eneolit dövrü ilə bağlı olan məsələdir. Yaşayış məskənlərinin çay kənarında kiçik bulaqlara yaxın yerlərdə seçilməsi eneolit dövrü ilə bağlıdır. Fərqli olan nədir? Fərqli olan Y variantıdır. Yəni A variantı, B variantı, C variantı və D variantı Orta Tunc dövrü ilə bağlı hesab olunur. Lakin Y variantı isə eneolit dövrü ilə bağlı hesab olunur. Doğru cavabımız bizim burada Y variantı hesab olunacaq. Bu yenilikləri əks etdirdiyi üçün nisbətən çətin görünə bilər. Lakin əslində qalsa asan kateqoriyadan olan mövzu sınağı ilə bağlı hesab olunur. Hər kəsə uğurlar.